Assalamualaikum əziz izləyicilər. Hər vaxt xeyir. Gəlin belə bir suala cavab verək. İnsan niyə sevir? Nə üçün ana öz övladı üçün canından keçməyə razı olur? Heyvanat aləmində də bu fədakarlığı az görməmişik. Nə üçün insan gözəlliyə heyran qalır? Nə üçün qəlbimiz həqiqəti, mərhəməti, xeyirxahlığı axtarır? Bu hisslər hardandır? Əlbəttə, gözəl dinimiz İslam irfanı, yəni İslam mərifəti bu suala çox gözəl cavab verir. Yer üzündəki bütün sevgilər, istəyirsən insanlar arasında olsun, istəyirsən heyvanat aləmində olsun, istəyirsən həşəratlar arasında, istəyirsən və s. digər varlıqlar. Hamısı ilahi sevginin bir təcəllisidir, yəni təzahürüdür. Yəni sevgi bizə Yaradanın bəxş etdiyi bir nemətdir. Quran-ı Kərimdə Yaradan buyurur, Allah onları sevər, onlar da Allahı sevərlər. Maidə surəsi 54-cü ayədir. Bu ayədə incə bir məna gizlənir. Allah demir ki, onlar məni sevdilər, mən də onları sevdim. Əvvəl deyir, Allah onları sevər. Deməli, insanın Allahı sevməsi Allahın lütfünün, mərhəmətinin nəticəsidir. Biz deyirik, Yaradanı axtarırıq. Əslində Allah bizi özünə çağırır. Müxtəlif vasitələrlə, müxtəlif sınaqlarla, müxtəlif nişanələrlə, müxtəlif xəbərdarlıqlarla özünə çağırır. Qaf surəsi 16-cı ayədə buyurur, biz insana şah damarından daha yaxınıq. Bizim şah damarından daha yaxın yaradan bizə uzaq deyil. Uzaq olan qəlbimizdir, qaralan qəlbimiz. İlahi sevgi isə insan həyatını dəyişən bir nurdur. Əlbəttə, Allahın zatı görünməz, gözlə görünməz. O mücərrəd varlıqdır. Amma mərhəməti necə, hikməti necə, qüdrəti necə, rəhməti necə? Biz bəyəm görmürük Allahın qüdrətini bu yaradışda, yerlərin, göylərin yaradışında, bu möhtəşəm nizamda görmürük. Allahın hikmətini, onun alimliyini hər şey yerində qoymayı görmürük bu yaradışda. Öz həyatımızda da görürük. Onun mərhəmətini görmürük, rəhmətini görmürük. Bir ana övladını bağrına basanda, bir insan acı doyuranda, məzlumun dadını kimsə satanda və yaxud bir müəllim qəlbini süfrə kimi açıb tələbələrə həqiqətə çağıranda, bir insan başqasına sevgi göstərəndə Allahın mərhəməti, hikməti görünmür. Allah bizim əməllərdə özünü göstərir. Həmən Allahın gözəl adlarından biri elə həmən əməllərdə təcəlli edir. Yəni təzahür edir. İlahi sevgi demək ki, insan Allahın hikmətinə güvənməyi öyrənir. Üzünə bir qapı bağlananda, bir planı baş tutmayanda, bəziləri kimi düşünmür ki, Allah onu unudub. Axı Yaradan Bəqərə surəsi 216-cı ayədə buyurur ki, ola bilsin ki, xoşlamadığınız bir şey sizin üçün daha xeyirlidir. Yəni, insan bəzən bilmir, xeyri hardadır, zərəri hardadır. Axı Allah hər şeyi biləndir, görəndir, sənin xeyrini səndən daha çox istəyəndir. İlahi sevgi qəlbə düşəndə insan dəyişir. Qəlbi digər məhəbbətlərdən yanır, hər şey ona görə istəyirsən. Sevginin əlamət nədir? İnsan daha mərhəmətli olur, daha həssas, daha qayğıkeş, daha ədalətli, insaflı, daha çox bağışlayan olursan. Allah qəlbinizi öz sevgisi, öz nuru ilə işıqlandırsın. Bu isə mənim qəlbimdən qopan misralardır, könlündədir. Zatı gözəl hər yerdədir, həm göydədir, həm yerdədir. Hara getsən önündədir, uzaq deyil, könlündədir.
Varlıq onun nişanəsi, odur bülbülün naləsi. Məcnun onun divanəsi, Leyli isə bir bəhanədir. Əgər nəfsin yanmayıbsa, mənəmliyi danmayıbsa, könlün hər an anmayıbsa, eşq demək əfsanədir.